biz danışacağıq statuslu, varlı, imkanlı kişilərdən, iş adamlarından və əgər kimsə indi düşünür ki, bu əsas deyil, bu önəmli deyil qızlar, gəlin özümüzü aldatmayaq və özümüzlə səmimi olaq. Heç kəs düşünmür ki, necə mən avaranın birini tapım və onunla münasibət qurum. Heç kim düşünmür ki, necə mən işsiz, gücsüz, hansısa mental olaraq qeyri-sağlam insan tapım və onunla nəsə. Hər kəs gözəl yaşamaq istəyir. Hər kəs gözəl yerdə xoşbəxt olmağı bacara bilir. Gəlin belə deyək. Yəni ki, okey, xoşbəxt olmamaq gözəl restoranda və skameykada saqqız çeynəyə iki fərqli xoşbəxt olmayan bir xoşbəxtliklərdir. Kişilər, kimlər indi baxacaq ya da ki, o da düşünür ki, merkantil qadınlar, gold diggerlər və s. O kişilər özləri pullu, imkanlı qız görəndə özlərini itirirlər, qızlardan 5 betər. Əsas maşını, o evi falan yerdədir və s. 100% belə bir söhbətlər hər birimiz eşitmişik və burada artıq söhbət, sual yaranır, kimdir daha çox merkantil? İlk növbədə biz xanımlar uşaq dünyaya gətiririk və aydındır ki, biz istəyərik ki, biz də uşağımızda güvəndə olaq, gözəl bir şəraitdə olaq, yeməyimiz olsun, gözəl uşağa tərbiyə verə bilək, gözəl paltar geyindirə bilək və ümumiyyətlə yaxşı, komfortlu həyat yaşamaq bizim haqqımızdır. Bu normal, təbii bir istəkdir. Amma eyni zamanda da biz özümüz də anlamalıyıq ki, bəs biz qarşılığında nə verə bilərik? Biz də necə bir qadın olmalıyıq ki, bu həmin statuslu, varlı kişilər də bizimlə birlikdə olmaq istəsinlər. Çünki gözəllik bu hər bir şey deyil. Biz bu qədər gözəl qızlar görürük, hansılar tam görüşürlər hansısa sıradan bir oğlanlarla, hətta daha çox tam hansısa abuzerlərlə və tək-tük gözəl, mənim deyən qızlar, bəli, tapırlar özünə layiqli olan kişiləri. Kimlər onlara gözəl qayğı da göstərirlər, kimlər gözəl onlara diqqət yetirirlər və ümumiyyətlə xoşbəxt, gözəl həyat yaşayırlar. Eyni zamanda da biz sizinlə onun da müşahidə edə bilərik. Nə vaxt bizim düşüncəmizlə biz obyektiv baxanda görürük ki, orada bu qadında xüsusi bir şey yoxdur. Adi, sadə bir qızdır, amma onun gözəl poklonnikləri də var, ya da ki, tam yaxşı, imkanlı bir insana ərə gedib. Biz hətta bunu ulduzlarda da görə bilərik. Yuxarıda super krasavçiklər adi sıradan bir xanımlarla evlənirlər və çox xoşbəxt olurlar və onlara diqqət, qayğı göstərirlər. Onları balovat eləyirlər və çox xoşbəxtdirlər. Sözümün canı odur ki, məsələ gözəllikdə deyil. Поэтому əgər bu dəqiqə mənə o qızlar baxır, kimlər düşünür ki, axı mən super gözəl deyiləm, mən kimə lazımam, yox, mənə pullu kişi baxmaz və s. Qızlar, əmin olun ki, məsələ gözəllikdə deyil. Gözəllik bəli olmalıdır, amma bu hər şey deyil. O qədər mənim praktikamda elə bir qızlar olublar ki, prosta baxırsan kukla modeldir, amma o ağız açanda ya da ki onunla birlikdə biraz oturanda, mən hələ xanım olaraq, mən coach olaraq prosta oradan qaçmaq istəyirdim və düşünürdüm ki, bir də mən bu insanla ümumiyyətlə bir kəlmə söz kəsmək belə istəmirəm. Niyə görə? Çünki aurası çox ağırdır, çox çətindir, çox belə qaramaddır və əlbəttə ki, statuslu və varlı kişiyə belə bir qadın lazım deyil. Bəs kim lazımdır? Necə və harda tanış olaq, necə tanışlığı uzadaq? Bu yəqin ki, bizdə bir neçə video olacaq.
Və bir də bu videonun sonunda sizi sürpriz gözləyir. Buna görə də axıra kimi izləyin, baxın, likelar qoyun, kanala abunə olun və ayrılmayın, çünki burada çox lazımlı və keyfiyyətli məlumatlar və biliklər var. Hər birinizi salamlayıram. Mənim adım Marcina Jumati. Mən qadın sağlamlığı, ailə münasibətləri və şəxsi inkişaf üzrə coach. Mənim sosial şəbəkələrimdə 100 mindən artıq izləyicim var. Mən kitab müəllifiyəm. Mənim ilk kitabım özünə inkişaf kitabçasıdır. Burada siz 1 illik özünüz üçün coach tapa bilərsiniz. Bütün koçluq proqramı mən bir kitaba yerləşdirmişəm və bu kitab sadəcə oxumaq üçün deyil, bu kitab işləmək üçündür. Bunun təlimatı da YouTube-da var və burada aşağıda ссылка qoyacağam, onu izləyə bilərsiniz. Və mənim ikinci kitabım mənim çox böyük qürurumdur. Bu Seks və Sevgi kitabı, Azərbaycanda ilk kitab. Hansı biz qadınlara öyrədir, necə həqiqi qadın olmaq lazımdır, necə sağlam, ehtiraslı, xoşbəxt münasibət qurmaq lazımdır. Çünki bizi hər bir şeyə öyrədiblər. Necə yemək bişirək, necə uşaqlara baxaq, necə ev yığışdıraq, necə kişiləri güdək, necə kişilərlə qırğına çıxaq və ya necə kişilərə tabe olaq. Amma bizi öyrətməyiblər sevgili necə olaq. Necə elə bir qadın olaq ki, kişi özü qaça-qaça bizim yanımıza gəlmək istəsin. Çünki o bizim yanımızda dincəlir. Çünki o bizim yanımızda huzur tapır. Çünki o bizimlə həqiqi, doğru sevgi yaşayır. Seks və Sevgi kitabı sizə bunu öyrədəcək. Aşağıda ссылкалар qoyacağam və bu kitabları əldə edə bilərsiniz. Və ilk növbədə hər şeydən öncə gəlir bizim daxili durumumuz, bizim hal əhvalımız, bizim enerjimiz. Sadəcə enerji dedikdə, hansısa belə möcüzəli bir şey anlamına gəlir. Bəs necə enerji, necə qadınlıq enerjinin içində olaq və s. İndi burada deyəcəm. Əsas odur ki, biz özümüzü daxildə necə hiss edirik. Layiqli ya layiqsiz, huzurlu və ya huzursuz, rahat ya da ki narahat. Qadınlıq enerjisi bu huzur, rahatçılıq, qəbullanma, yəni ki mən qəbul edirəm, qəbul etməyə bacarıram və mən qəbul etməyə özümü layiq hiss edirəm. Mən deyərdim ki, bu 4 hiss bizim daxilimizdə hər zaman olmalıdır. Necə bunları yaradaq və necə belə bir enerjiyə nail olaq, qızlar, buna bizə köməklik edir özünə inkişaf. Əgər özünüzdə hiss edirsiniz ki, problemlər var, qurbanlığa düşürsünüz, hamıdan yapışırsınız, narahatsınız, kişi görəndə özünüzü itirirsiniz, istəyirsiniz ona özünüzü bəyəndirmək və s. Mən sizə çox məsləhət görürəm. Özünə inkişaf kitablarını oxumaq, mən də bu mövzu üzərində çox işləyirəm, çünki istəyirəm ki, sizin bütün o deşiklər onlar bağlansın. Nə qədər ki sizdə boşluqlar olacaq, o qədər də boşluqlar içində olan oğlanları, kişiləri cəlb edəcəksiniz. Rahatçılıq biz necə qəbul edirik və necə yaradırıq? Qızlar, çox köməklik edir meditasiyalar. Çox köməklik edir rəqs praktikaları, ümumiyyətlə rəqs. Rəqs bizim qadınlıq enerjimizi qaldırır və bizə köməklik edir bədənimiz daha rahat, elastik olsun, bədənin blokajları gedir. Çünki belə danışan və oturan qız o kişidən heç nədən seçilmir. O sadəcə belə oturur və bilinmir ki, bu nə ilə buraya gəlib və yalnız ondan gərginlik hiss olunur. Nə zaman qadın rahatdır, açıqdır, öz bədəni ilə dostluqdadır, o zaman bəli hiss olunur ki, aha, nəsə orada, hansısa maraqlı belə bir oyun var, orada nəsə orada var. Kişilər də istəyir belə bir qadınla tanış olmaq, onun yanında olmaq, çünki belə bir durum onlara köməklik edir özünü də kişi kimi hiss etmək.
Niyə görə qızlar? Əgər biz kişi kimiyiksə, biz qadın kimi kişiləri də cəlb edirik. Əgər biz qadın kimiyik, biz kişi kimi kişiləri cəlb edirik. Statuslu, varlı kişilər isə onlar çox vaxtı əsasda kimlər öz zəhməti ilə tam işləyib, nəyisə nail olub ya da ki, yüksək bir vəzifələr tutur. Onlarda o kişi enerjisi, onlarda o çox yüksəkdir və onların yanında oturub kişiləşmək o qədər də uğurlu bir pozisiya deyil. Buna görə də nə qədər biz çox daha yüngül olsaq, sözün yaxşı mənasında, rahat, gülürük, gözəl təbəssüm bəxş edirik, gözlərimiz ölü bir baxış deyil, baxışımız canlıdır. O yaşayır və mən sizə tövsiyə edirəm, bəzən güzgünün qabağına oturub özünüzlə danışın, baxın necə siz baxırsınız, necə siz flört edirsiniz, danışanda ağzınız işləyirmi, açılırmı, yoxsa hansısa belə bir danışıq, harda ağız heç işləmir və bilinmir nədir orada. İşləyirmi ağzınız, açılırmı, bu hissə sizdə rahatdır yoxsa yox. Çünki nə vaxt orada sıxılma var. Qızlar, bizim dodaqlarımız kişilər üçün bu aşağıdakı dodaqların proyeksiyasıdır və əgər burada bizdə nəsə sıxdır, bilinmir burada nəsə, bu kişi üçün də həmin qadın ehtiraslı deyil. Bu kişi üçün həmin qadın onu cəlb etmir. Onlar bəlkə bunu heç şuurlu anlamırlar, hiss etmirlər. Amma fakt olaraq bu belədir. Buna görə də qızlar, əgər keyfin pisdir, əgər özündən xoşun gəlmir bugün, əgər başın qarışıqdır, əgər narahatsan, əgər mudun yolunda deyil, ondansa hansısa o yerə gedib bugün mən kimisə tapacağam ya da ki bugün mən kiminləsə tanış olacağam, bundan uzaq durmaq daha yaxşıdır. Xoş əhval-ruhiyyə, gözəl pozitivlik, canlılıq, rahatçılıq qadının içində həyat hiss olunmalıdır. Və yalnız belə bir qadın həmin o statuslu kişiyə maraqlı olacaq. Niyə görə? Çünki onun həyatında o emosiyalar çatmır. Onun həyatında o həyat, rənglər onlar doğrudan da çatmır. Harda və necə biz tanış oluruq? Harda qızlar, bu əlbəttə ki, yaxşı baxalı restoranlar, əsasda otellərin restoranları və siqar barlar. Həmin yerlərdə həm atmosfer orada hər zaman çox fərqli olur, çox belə bilirsiniz, zəngin bir atmosfer olur. Ümumiyyətlə belə bir yerlərdə olmaq çox yaxşıdır, həmin o layiqlik enerjisini daxildə oyatmaq üçün. Çünki əgər sən özünə layiq görürsən, belə bir yerə getmək, belə bir ortamlarda oturmaq, sən artıq bunlara sanki öyrəşirsən. Ne то, что ilk dəfə düşdün və belə gözlərlə, yox, bu olar, olmaz, hardadır burada tualet, hardadır burada ofisiant, belə tərpənmə olar ya da ki olmaz, necə oturum, necə baxım və s. Nə vaxt hər gün, hər gün olmasa da, amma daimi, mütəmadi olaraq belə bir yerlərə gedirsən, özünü belə bir yerlərə çox rahat hiss edirsən, özünü bura aid hiss edirsən və bu hər zaman hiss olunur. Sonra restoranlar, çox yaxşı idman klubları, idman yerləri, harda otellərin yanında, yəni ki, otellərin içində ola bilər. Bəli, qiymət əlbəttə ki, daha yüksəkdir. Əgər özünə bunu layiq görə bilmirsənsə, hələ ki, vizualizasiya et ki, bu səndə olsun və heç olmasa yaxşı bir idman klubuna getmək lazımdır. Ən çox səhər tezdən ya da ki, axşam. Günorta vaxtı da bəli orada olur normal bir adamlar. Çox güman ki, bu iş adamları deyil. Bəlkə də bu imkanlı bir ailələrin uşaqları ola bilər. Yenə də bu uşaqla target haradır?
Buna baxmaq lazımdır. Amma iş adamları səhər tezdən onlar bəli xoşlayırlar. Ya da ki axşamlar, hətta saat 4-dən sonra artıq gedib baxmaq olar və orada qızlar, ən önəmlisi mən sizə belə deyim. Bütün bunları bu dəqiqəyə qədər nələr danışdım, bunların heç bir mənası olmayacaq. Harasa getməyin, necəsə görsənməyin, necəsə özünü hiss etməyin. Əgər bunu biz edəcək sırf tanışlıq üçün. Çünki bu bizə məxsus deməli enerji deyil. Bu sadəcə mən getdim, bütün günü axtarışdayım, hardadılar, qaçırlar, qaçacağam, orada qantel qaldırırlar, mən də ora qaçacağam. Xeyr, biz sizinlə öz gözəl həyatımızdan zövq alırıq. Biz sizinlə özümüzdən zövq alırıq, bu prosesdən zövq alırıq və bununla bərabər bəli, əlbəttə ki, biz qəbul etməyə açığıq ki, bəli, gəlsin, mən hazıram, mən razıyam, mənə olar, bəli, niyə də ki, yox. Sonra biznes bütün tədbirlər, eventlər, hansısa bizneslə bağlı, hansısa sərgilər, teatrlar. Teatrlarda belə orada daha çox evli adamlar olur. Çünki bu biz ailəlikcə gedirik teatra. Yenə də azacıq da olsa olar. Ümumiyyətlə statuslu kişi ilə tanış olmaq, bu restoranda o sənə yaxınlaşacaq, çox güman ki, o sənə yaxınlaşmayacaq. Xarici olsa bəlkə də yaxınlaşar. Bizimkilər, onlar biraz ehtiyat edirlər belə şeylərdən. Və mən çox dəfələrlə eşitmişəm ki, ümumiyyətlə kişilər indi qadınlardan, qızlardan qorxurlar. Çünki deyirlər, yox, qızlar işverən olur, sonra hansısa, bilmirəm, ayaqaltı qazırlar, nə bilim. Yəni ki, çox belə bir çox təcrübə olub ki, onlar indi biraz çəkinirlər. Buna görə də nə etmək lazımdır? Lazımdır dostluqlar yaratmaq. Və misal üçün teatrda dostluq yaratmaq hansısa bir ailənin qızı ilə ya da ki, hansısa bir xanımlarla, kimlər hansısa yaxşı bir yerlərdə işləyir və onlarla ünsiyyət qurmaq və bildirmək ki, bəli, mən subayam, mən istəyərdim evlənmək. Əlbəttə ki, mən istəyərəm evlənmək hansısa normal bir insanla, hansının işi, gücü var, hansı ailə qurmağa hazırdır və onlar vasitəsilə buna nail olmaq olar. Buna görə də restoran bu biraz belə, bu sadəcə atmosfer üçündür. Bəlkə də siz hər dəfə gəldiniz, hansısa söhbət düşdü ya da ki, nəsə tema düşdü, bir-biri ilə necəsə tanış ola bilərsiniz. Amma o ki, durub yaxınlaşacaq, belə də. Amma teatrda olar, sərgidə əlbəttə ki, olar. Sərgiyə getmədən öncə öyrənin, baxın nə haqdadır bu sərgi. Çünki sərgidə, misal üçün, çox gözəl bir dialoq qurmaq olar, nəyinsə haqqında və ümumiyyətlə orada tanışlıqlar çox gözəl olur. Tanışlıq dedikdə, qızlar, biz heç vaxt nəzərdə tutmuruq ki, biz sevgi üçün tanış oluruq. Biz tanış oluruq sadəcə fərqli insanları tanımaq üçün, öz ətrafımızı genişləndirmək üçün. Nə vaxt biz bu pozisiyadan yanaşırıq, bizim hər zaman ətrafımızda insanlar da olacaq və bizə aydındır ki, biz bilirik ki, pulumuz da, hansısa fürsətlərimiz də, təkliflərimiz də onlar insanlar vasitəsilə gəlir. Buna görə də genişləndirin öz ətrafınızı. Və statuslu kişi sizinlə tanış olanda və biləndə ki, sizin ümumiyyətlə həyatınız ibarətdir sadəcə işdən və evdən, ona bu olacaq biraz maraqsız. Kiminsə üçün bəlkə də olar maraqlı, amma ümumilikdə bu olacaq maraqsız. Bəs sənin həyatın nədən ibarətdir? Həyatında nə qədər həyat var? Bu çox önəmlidir. Kimin əlbəttə ki, mani var. Bu baxalı idman klublar, yəni ki, idman növlər. Golf,
tenis, yaxtalar, yaxt klublar, harda onlar maraqlanırlar, bunlar hamısı, yaxting var, sonra nə var, sonra xizək sürmək. Bunlar hamısı çox elit bir idman növləri və orada bəli tanışlıq ola bilər. Допустим, həmin mağazalarda ya da ki, tam nəsə sən alırsan, o da tam nəsə alır. Əgər fürsət düşsə, tam soruşmaq olar. Siz mənə nəyisə tövsiyə edə bilərsiniz. Mən bununda yeniyəm və s. Ya da ki, tam ora harasa gedəndə orada söhbət tutmaq olar. Əgər kimsə artıq daha təcrübəlidir, siz təcrübəsizsiniz, mənə çox maraqlıdır, həmişə istəyirdim, indi qərara gəldim və bu fikirlə, bu ideyayla mən yanıram. Bu həmin o emosional yüksəklik, bu həmin o yüksək vibrasiyalar hara bu kişilər, onlar da cəlb olunurlar. Bir də ki, qızlar kimlərdə ümumiyyətlə heç bir halda heç bir imkan yoxdur, sizə belə bir neçə trük deyə bilərəm. İşləmək hər hansısa kişi sahələrdə. Bu ola bilər dövlət işləri, yenə də əgər sən lap yuxarıda işləmirsənsə, o aşağılarda sənin işin yoxdur. Kişi butiklərində prosta fışqırtma. Sonra kişi salonlarında, yəqin ki, təyyarə bələdçisi biznes klassda, bəlkə necəsə alına bilər. Sonra kişilər üçün idman, hər hansısa bir idman, bu da ola bilər. Sonra bu ola bilər. Bəlkə də yaxtada bələdçi, bu yəqin ki, prosta partlayış olar. Əgər belə bir fürsət olarsa. Amma ən çox bilirəm ki, xanımlar kişi butiklərində, əsas da əgər sən gözəl danışa bilirsən, əgər sən özünü bu dükana ne to чтобы layiq görürsən, sən bu dükkanın içində olanlara özünü aid hiss edirsən və qəbul edirsən ki, mən buradayım sadəcə tanışlıq üçün. Mən burada heç kəsə yalvarmıram, mən burada kiminsə qabağında əyilmirəm, əzilmirəm. Mən buradayım çünki mənə lazımdır sadəcə həmin bu axın. Statuslu kişilərin axını. Bu qədər. Mən burada bunun üçünəm. Əgər bu hissi mənimləsən, bil ki, bəlkə də maksimum bir ilin içində səni 50 ayaqlı aparacaqlar oradan və çox gözəl həyatın ola bilər. Sadəcə, əlbəttə ki, bu daxili layiqlik hissi da səndə olmalıdır. Əgər yoxdursa, lütf onun üzərində işlə, sonra münasibət haqqında düşün. Sən necə görsənməlisən və geyimin necə olmalıdır? Aydındır ki, əgər tam cındır günündə kimsə olarsa, ona baxmaq bu qədər də maraqlı deyil. Поэтому burada əsas söhbət puldan getmir, söhbət gedir stildən. Söhbət gedir gigiyenadan, qızlar 100% gigiyenadan, stildən və ümumiyyətlə öz duruşundan. Çünki bu fasonda belə oturmaq və bu fasonda belə oturmaq iki fərqli insan biz görə bilərik. Поэтому qızlar, qamətin üzərində biz işləməliyik, mütləq qamət, bu da bizim o həmin yüksək vibrasiyalarımızdır, bu bizim layiqliyimizdir, bu bizim statusumuzu, daxili statusumuzu göstərir. Həyatda mən heç bir şey ola bilərəm, amma mənim duruşum mənim əvəzimə danışır. Bu qədər. Əlbəttə ki, bu təmiz saç olmalıdır, amma qayıdırıq geyimə. Geyim çox yaxşı olar ki, əgər heç olmasa aksesuarlar, biraz acık da olsa, brendli olsa, bu yaxşıdır. Söhbət gəlir fakelərə. Burada mən sizə nə deyə bilərəm, qızlar?
əgər sən gəlirsənsə tam metro ilə, taksi ilə okey, ya da ki tam avtobusla, əlində aparmaq hansısa Hermes sumkalar, Chanel sumkalar, Gucci sumkalar, bunlar birazcık əslində birazcık da deyil, bunlar gülməli görsənir. Çünki 100% bilinir ki, bu fake'dir. Bu sənə məxsus bir şey deyil və bu qeyri-zövqsüzlükdür, belə deyə bilərəm. Çünki varlı insanlar, onlar özlərinə layiq görmürlər. Fake'lər taxsalar da, bu onlarda çox harmonik görsənir və hiss olunur. Bəli, əgər sən Porsche ilə gəlmisən və sənin fake Chanel sumkan var, bu çox harmonik hiss olunacaq və görsənəcək, hər şey əladır. Sənə heç bir iradım yoxdur. Amma səmimi, sadə qızlar belə bir sumkalar istifadə etməməlidir. Bəli, əgər bəlkə də nə vaxtsa sənin super bomba bir sevgilin var idi ya da ki, hardansa bu sumka sənə düşdü, orijinal, bəli, əlbəttə ki, orijinal o hiss olunacaq. Sən onu taxanda belə, sən orijinalla mən gəlirəm. O səndən hiss olunacaq. Amma başqa bir hallarda, lütfən bunu etməyin. Nə götürmək olar? Adi, sadə hansısa brendlər, tam Guess, Michael Kors, sonra bəlkə Calvin Klein, Kurt Geiger var, sonra hansısa belə orta babat brendlər. Ya da ki, fake'lər götürürsənsə, hansısa, yəqin ki, 1000 manata qədər, əgər onun originalı 1000 manata, 1500 manata qədərdirsə, bəli, bu harmonik görsənəcək və hiss olunacaq. Bəli, mən bilirəm, belə qızlar var, kimlər yemir, içmir, gəzmir və yalnızdan brend üçün pul yığır, в общем, həyat sizin, pul sizin, nə istəyirsiniz onu da edin. Mən burada ümumi sizə çalışıram çatdırmaq, necə biz stil, klassik bir klass, şıklı bir xanım görsənə bilərik. Geyim qızlar, əgər sən belə geyinirsənsə, aydındır ki, hər bir yerdə, başqa hər bir yerdə sən tamamilə bağlı olmalısın. Buradan açmaq, oradan açmaq, hər yerdən açmaq və əsas da əgər sən tanış olmaq istəyirsənsə, bu birazcık yaxşı ideya deyil. Çünki çox güman ki, səninlə tanış olmaq istəyəcəklər hansısa 1-2 gecəlik ya da ki, hansısa yüngül bir münasibət üçün və burada bir anlaşılmamazlıq ola bilər. Bəli, bu qayda deyil, amma başqa bir hallar bunlar istisnadır. Əgər doğrudan da istəyirsən ki, mən tanış olum ciddi bir münasibət üçün, yaxşı, normal bir münasibət üçün, mən demirəm heç nəyə açma. Haranısa aç, amma bu olmalıdır qədərində. Lazım deyil özünü göstərmək qızlar. Pullu kişilər artıq hər şeyi görüblər. Hər yerdən, hər tərəfdən, tək qadında, 115 qadında, kişilərdə də əgər istəyiblərsə, görüblər, hər bir şey onlar görüblər. Onları bədənlə təəccübləndirmək, həqiqətən də çox çətindir. Əgər bəlkə sən 45 yaşın var və bədən prosta super kukla, fit, ya da ki, sən bodybuildersən və həqiqətən də çox belə quru bədənin var, əzəlləli və s. Bəli, bu təəccübləndirə bilər, çünki burada wow bir şeydir. Amma əsas da indi belə bir dal və sinə və hər bir şey və bunu çölə qoymaq, bununla heç kəsi biz təəccübləndirə bilmərik. Sadəcə özümüzə klient tapa bilərik. Başqa heç bir şey. Dərimiz
təmiz olmalıdır qızlar. 100% mən sizdən çox xahiş edirəm. Əgər görürsüz ki, dərinizlə bağlı problemləriniz var, mədə-bağırsaq sisteminizi yoxlayın. Çünki mədə-bağırsaq ilk növbədə orada olan problemlər üzə verir, sonra allergiya və bir də dəri. Bunları hamısını yoxlamaq lazımdır. Minimum, make-up, no make-up. Bu çox gözəl bir seçimdir. Minimum prosta makiyaj, bu hansısa belə soçlu dodaqlar, biraz tam kiprik, əsas da qızlar kimlər qaynaq edirlər. Вот это вот şifer artıq bu uğurlu bir seçim deyil. Bunu dünyada artıq heç kəs etmir bizdən və məncə ərəblərdən başqa. Post-sovet ölkələr və bir də ərəblər, bəlkə tam İranlılar, ancaq bu ölkələr этот şifer edir. Sadə və bəli, əlbəttə ki, gözlər görünməlidir, hiss olunmalıdır, amma yenə də qədərində. Təmiz saç, ukladka qızlar. Burada ukladka ilə bağlı biraz var suallar, amma nə deyə bilərəm? Düz saç bu bəli hər zaman əlbəttə ki uğurlu bir seçimdir. Amma kimlərin saçı dalğalıdır. Əgər onu biraz acık style edə bilirsənsə, bu çox uğurlu bir seçimdir. Çünki dalğalı saç onlar şuuraltı elə bir obraz yaradırlar, sanki bu qadın bu dəqiqə belə yuxudan oyanıb və bura gəlib və hansısa çox belə dərin ehtiras oyadır bu tip saçlar. Поэтому baxın, bəlkə bu sizə aid ola bilər. Aksesuarlar, bu tam ayaqqabı, bir də sumka və tam bilmirəm, hardasa nəsə taxırsınız. Yenə də qədərində. Lazım deyil hər bir şeyi bu dəqiqə göstərmək ki, məndə hər şey var. Çünki kimlərdə hər şey var, onların o biliyi ki, məndə hər şey var, o kifayətdir. O artıq bizim həmin o qadınlıq vibrasiyalarımızı yüksəldir və biz özümüzü yenə də layiqli hiss edirik. Və əgər belə gətirdik ki, artıq o sənə yaxınlaşdı, ya da ki, hansısa bir dialoq yarandı qızlar. Ən önəmlisi bütün önəmliyi ləğv etmək. Prosta mənə önəmli deyil bu insan. Çünki mən önəmliyəm. Yalnız və yalnız mən önəmliyəm. Mən necə hiss edirəm? Mən nəyi düşünürəm? Mən bəyənirəm, yoxsa yox? Yalnız və yalnız mən önəmliyəm. Bu insanın önəmliyi sadəcə və sadəcə ləğv olunmalıdır. Sadə, rahat bir danışıq. Biz dostuq, biz tanışıq. Mən bu insandan sadəcə yeni bir şey öyrənmək istəyirəm. Niyə görə? Çünki əlbəttə ki, çoxlu pul qazanan insanlar, onların düşüncə tərzi fərqlidir. Onların həyat tərzi xüsusidir və mən də oradan nəsə özümə qopartmaq istəyirəm. Sizin üçün olmalıdır belə bir yanaşma. Harda mən bu insana odan yapışım, necə onu özümü ona bəndirim, все, и hansısa, siz hər şeydə. Xeyr, dinlə, insan sənə nə deyir? Dinlə. İnsan bəlkə hansısa öz fikrini deyəcək. Ola bilsin hansısa öz təcrübə ilə bölüşür. Həqiqətən də maraqlan. Dinlə nə deyir və ona aid bir suallar da ver. Söhbəti başla genişləndirməyə. Əgər bu hansısa bir sərgidir ya da ki hardasısa, soruşun onun fikrini. Bəs siz bu haqda nə düşünürsünüz? Bəs necə oldu ki, bununla maraqlanmağa başlamısınız? Necə oldu ki, belə bir biznes qurmusunuz? Necə oldu ki, siz bugün buradasınız? Nə sizə köməklik edir? Kim nə sizi motivasiya etdi? Həqiqətən də hiss elətdirin ki, sizə maraqlıdır insanın dibi. İnsanın nə qədər pulunuz var və nə isə ala bilərsiniz, yox. İnsanın həqiqətən də daxili dünyası sizə maraqlıdır. Bu statuslu kişilərə həqiqətən də çox və çox çatmır.
Çünkü bugün eğer onun kolunda bahalı saat var, ne bileyim elinde brand bir barsetka var esasda eğer o böyle kip yok, ну, в общем, belə köktü ya da ki bilmirəm, в общем, həcmlidir. И вот bu gözlər, вот bu axtarışlar, sizdə saat, səndə bu, səndə o, falan yerə getmisən, bəs necə nə bilim eləmisən, harda qalmısan və s. Yəni ki, puldan söhbət gedəndə bu ona maraqlı deyil və sizə heç bir məlumat insan haqqında əslində vermir. Hansı xeyir bu söhbətdən çıxarda bilərsən? Bu haqda düşün. Və nə vaxt həqiqətən də biz maraqla insanı dinləyirik, maraqlanırıq insanın daxili dünyası ilə, bu insanda da elə bir his yaranır ki, bu qadına mən önəmliyəm. Mənim nailiyyətim yox, həqiqətən də mən önəmliyəm. Поэтому suallar olmalıdır dərin, maraqlı və onun puluna aid yox, onun şəxsiyyətinə aid. Məsləhət ala bilərsiniz. Bəs sizcə mən nədən başlasam mənim üçün daha yaxşı ola bilər? Ya da ki, mənim belə bir layihəm var. Sizin bu haqda fikrinizi ala bilərəmmi? Bilirəm ki, onsuz da işiniz çoxdur, başınızdan axır, amma sizdən bu mənim yeniliyimdir. Siz də nə vaxtsa təzə başlamısınız. Sizi o vaxt nə həvəsləndirib? Siz necə bir disiplin qurmusunuz? Ya da ki, nəyə güvənmisiniz? Nə sizə köməklik edib indiki nailiyyətlərə nail olmaq? Bu, bəli, həqiqi, çox dərin bir suallar, dərin bir maraq və insan bu marağı özünə qarşı hiss edəndə, əlbəttə ki, o özünü burada sanki önəmli hiss edir və söhbətdən sonra davam edir düşünməyə. Qızlar, biz hamımız xoşlayırıq özümüz haqqında danışmaq. Hər kəs istəyir hamıya danışmaq, o necə bir insandır. Onun necə bir nailiyyətləri var, onu göstərmək. Buna görə də biz bundan istifadə etməliyik. Qarşıdakı insanlara şərait yaratmalıyıq ki, danış, mənə maraqlıdır, danış. Necə oldu, hansı planlar var, hansı arzularım var, nə üçün sən bunları hamısını edirsən, hara doğru sən gedirsən. Budurmu sənin artıq B nöqtən, yoxsa ki, bu sənin sadəcə hələ ki yolun gedirsən. Burada var hansısa bir məna, burada var hansısa bir düşüncə. Çünki bəlkə insan sizə bu haqda indi hansısa bir cavab verdi, sonra o bu haqda yenə düşünəcək. İnsanlar özlərini önəmli hiss etməyə xoşlayırlar. Vəsə. Heç kəsə maraqlıdır, heç kimin problemləri, qızlar. Mən bunları hər dəfə eşidirəm kişilərdən. Onlar deyir, qızlar, yalnızdan başlayır problemlərindən danışmağa, yalnızdan mənə o lazımdır, mənə bu lazımdır. Aydındır ki, hər kəsin özünə aid olan problemləri var. Əgər biz bugün düşünürük ki, varlı kişilərin problemləri yoxdur, inanın ki, onların problemləri bizdən daha da böyükdür. Çünki onların statusu bizdən daha da yüksəkdir. Поэтому dərhal mənə o lazımdır, mənə bu lazımdır, mənim bu problemim var, o problemim var. Bu heç kəsə lazım deyil. Bəli, əgər gələcəkdə münasibətdə olsanız, burada artıq siz bölüşərsiniz. Təzə tanışlıqda əsas da əgər söhbət bu haqda düşmür, bu haqda danışmaq lazım deyil. Və bəlkə də mən növbəti videoda sizə danışacağam necə kişilər bizim bu həmin problemlərimizlə sonra bizi manipulyasiya edirlər və belə barmaqlarına dolayırlar, istifadə edirlər və ortalıqda heç bir şey yoxdur. Burada aşağıda yazarsınız, belə bir video sizə lazımdır, yoxsa bəlkə siz özünüz artıq hər şeyi çözmüsünüz. Və yəqin ki, axırıncı söz bu o olacaq ki, qızlar, yapışmayın. Yapışmayın və onu itirməkdən qorxmayın. Burada bizim pozisiyamız belə olmalıdır ki, mən buyam, mən buradayam, bəli, mən səni bəyənmişəm.
necə biz bunu hiss elətdiririk? Çünki insanla dialoq quranda artıq biz onunla danışdıq, ondan maraqlandıq və bəli, bu insan bizə maraqlıdır. Burada ola bilər tam допустим komplimentlər ki, "Vau, siz mənə düşünmək üçün bir qida vermisiniz." Ya da ki, "Vau, mən də istəyərdim ki, nə vaxtsa siz nəyə nail olmusunuz, mən də buna nail olum." Ya da ki, "Vau, bundan sonra ya da ki, hansı kitab mənə məsləhət görə bilərsinizsə oxumağa və insan sizə desə, deyərsiniz ki, "O, hə, çox sağ olun, mən maariflənəcəm" və s. Hiss elətdirmək lazımdır ki, insan sizə maraqlıdır. Siz onu həqiqətən də bir insan olaraq, fərqi yoxdur bu kişidir, qadındır, qocadır, cavandır, yaşlıdır, fərqi yoxdur. İnsan olaraq bu insan sizə maraqlıdır və bu qədər. Burada şərait yaranır onun hərəkət etməsinə. Əgər biz hansısa atmacalar edəcək, əgər biz hansısa manipulyasiyalar ya da ki, hə, mənim nömrəmi almadınız ya da ki, sizin nömrənizi yazım ya s. Qızlar, bundan uzaq olmaq lazımdır. Kişi bizim nömrəmizi aldısa, biz durmalıyıq qıraqda. Və burada nömrə verim ya verməyim, ya lazımdır ya lazım deyil. Yenə də biz əgər yanaşırıq ki, mən sadəcə hər hansısa uğurlu bir insanla tanış olmuşam, öz sahəmi genişləndirirəm, öz kontaktlarımı genişləndirirəm və sadəcə bu qədər. Bəlkə nə vaxtsa siz onun vasitəsilə, bilmirəm, onun nə isə biznesi var və siz nə vaxtsa ona biznes təkliflə gələ bilərsiniz. Niyə də ki, hə, qızlar, niyə də ki, hə. Və mən əvvəllər işləyirdim nazirlikdə və oradan elə bir tanışlıqlarım qalıb ki, bu gün belə mən kiməsə müraciət edə bilərəm və mənə hər hansısa bir mənim layihəmdə köməklik göstərə bilərlər. Orada əlavə hansısa bir söhbət olmaya da heç kəsin ağlına da gəlməz. Sadəcə çünki biz tanışıq, sadəcə çünki ona görə yox ki, mən orada işləmişəm. Artıq nə o komanda yoxdur, nə mən yoxam. Məndən heç kəsin işi keçmir. Çünki mən hər zaman hər kəslə gülər üz idim, hər kəslə maraqlanırdım, çalışırdım köməklik etməyə, əgər lazımdırsa, ya da ki, istiqamət verməyə, ya da ki, hətta üstünü örtməyə ki, yox, mən sizi yola verəcəm, narahat olmayın, tək ki, nazir əsəbləşməsin və s. Və əlbəttə ki, bu günə qədər hörmət mənə qarşı hələ də qalıb və mən onunla, əgər lazım olarsa, sözün yaxşı mənasında istifadə edə bilərəm. Siz də bundan istifadə edə bilərsiniz. Əgər layiqli insandır, əgər kişi kimi kişidirsə, o zaman o sizə köməyinizə çatacaq. Biri də ki, burada aşağıda yazarsınız, əgər lazımdırsa, mən bir dəfə də belə bir video yazaram, harda belə də statuslu kişilər, amma özləri şəxsiyyət olaraq prosta apartırlar və onlarla heç bir halda lazım deyil, ümumiyyətlə o istəsə, sizə tövsiyə edirəm qaçmaq onlardan. Поэтому biz sadəcə öz marağımızı göstərdik. Burada bədən dili də önəmli rol oynayır. Biz açıq pozisiyada otururuq, biz ona tərəf otururuq. İnsan burada oturur və biz hardasa belə, xeyr, biz ona tərəf otururuq, hiss elətdiririk ki, mən səninləyəm, mənə maraqlıdır səninlə birlikdə danışmaq, sənə enerjimi ayırmaq, sənə vaxtımı ayırmaq mənə maraqlıdır. Burada qətiyyən biz o pozisiyada düşmürük ki, insan mənə vaxt ayırdı. Mən xanımam, mən vaxt ayırmışam. Və bu qədər. İnsan özü bizdən əgər lazım olarsa, nömrə aldısa, okey. Ola bilər, almadısa, bu da okey. Çünki burada balaca bir sir var. İndi sizə onu danışacağım. Və sonra biz əlbəttə ki, gözləyirik ki, o özü bizə yazır, o özü bizi axtarır, o özü bizi dəvət edir və
növbəti videoda mən artıq danışacağam birinci svidaniyada necə elə edək ki, bunun davamı da gəlsin. Sir nədən ibarətdir qızlar? Nə vaxt bizim həyatımızda cəmi bir dənə statuslu belə kişi keçdi, külək kimi belə əsdi və keçdi. Və biz burada da onunla sanki nəfəs alırıq ki, oy belə bir insan, mən belə bir insan tanıyıram. Bu çox və çox hiss olunur. Bu hiss olunur sanki mən acam, mən heç vaxt bunu yeməmişəm, heç vaxt dadına baxmamışam, heç vaxt heç iyini də hiss etməmişəm. Mənə bunu verdilər, bu heç mənim də deyil, mənə prosta imkan verdilər. Buna qıraqdan baxmaq necə görsənir. Və mən bu xəyalla ömür boyu yaşayıram. Nə vaxt mən həqiqətən də həmin o idmanlara da gedirəm, sərgilərə, teatrlara, restoranlara və mən bu tusovkanın içindəyəm. Mən sanki birincisi, əlbəttə ki, bura aid özümü başlayıram hiss etməyə və bu çox önəmlidir. Özünü aid hiss etməyə. Mən buradan biriyəm. Mən sizdən biriyəm. Bəli. Bu önəmlidir. Bizim həmin o qamətimiz və layiqliyimiz üçün. Nə vaxt biz bununla tanış olduq, danışdıq, fərqi yoxdur, nömrə aldılar, almadılar. Artıq üzdən ki, bir-birimizi tanıyırıq. Mən danışdım, mən bu bariyeri aşdım. Çünki ilk dəfə nəsə olanda bu çox bizim üçün həyəcanlıdır. Amma 100 dəfədən sonra artıq bu bizim üçün adi bir şeydir. Fərqi yoxdur nə. Hər bir şeyə biz öyrəşirik. Buna görə də nə vaxt biz bir dənə, iki dənə pullu, varlı kişilərlə tanış olduq, danışdıq, nə bilim, hansısa iş gördük birlikdə. Bu bizim üçün wow bir şeydir. Nə vaxt biz sadəcə adi bir gün biz özümüzü də daha fərqli hiss edirik. Vibrasiyalarımız fışqırdır. Biz sonra oturub düşünmürük, yazacaq, yazmayacaq. Nə vaxt? Oldu, olmadı, görüşə çağırdı, çağırmadı. Bizim nömrəmiz artıq 20 dənə belə kişidədir. Və əmin olun ki, onlardan biri də olmayacaq. Ən azı 5-i, 7-si sizə yazacaq, harasa çağıracaq və növbəti videoda qızlar biz sizinlə biraz danışarıq necə ilk görüşdə biz nəyə fikir verməliyik və necə ilk görüş, davamlı görüş olsun. Və bir də sizə söz vermişdim sürpriz. Sürpriz ondan ibarətdir ki, mən sizin üçün meditasiya yazmışam. Statuslu, səxavətli, varlı kişiləri cəlb etmək üçün, həqiqi sevgini yaratmaq üçün. Çünki cəlb etmək sadəcə cəlb etdik, onlar bizim ətrafımızdadır və nə? Və aydın deyil nə? Bizə lazımdır həqiqi, sağlam, xoşbəxt sevgi qurmaq və özümüzə aid olan insanı tapmaq. Çünki fərqi yoxdur insanın nə qədər pulu var, fərqi var. Bu insan bizə qarşı nə etməyə hazırdır? Bu insan bizə necə diqqət göstərir? Bu insan bizim həyatımızı necə gözəlləşdirir və bizə də şərait yaradır ki, biz də onun həyatını gözəlləşdirək. Buna görə də aşağıda klikləyərsiniz, orada sizin üçün meditasiya qoyuram. Burada da yəqin ki, indi hardasa çıxacaq ki, klik edin, meditasiya dinləyin və növbəti videolarda biz sizinlə görüşərik.